Evin tək qız övladıyam. 3 qardaşım var. Üçü də ailəlidir. Üçü də toydan elə birbaşa öz evlərinə gedib. Ata-anam qardaşlarım da razılığı ilə öz yaşadığımız evi mənim adıma keçirib. Bu da nəsildə hamı bilir, əvvəl bibilərim, əmilərim razı deyil idi. Hamı yurd evi kimi bizə gəlib gedirdi. Bu bazarlıqdan sonra atam araya məsafə qoydu. Qardaşlarım da həmçinin. Özüm də ali təhsilliyəm, öz ixtisasım üzrə işləyirəm. Əlavə olaraq onlayn işlərdə də çalışıram. Gəlirim yaxşıdır, nişanlıyam. Keçən ay ortancıl qardaşımın 10 ildən sonra əkiz övladları oldu. Gəlinin ailəsi xaricdə olduğuna görə 40-a çıxana qədər uşaqların gedib onlarda qaldı. Gəlin özü mənim getməyimi istədi. Anamla aralarında pərdə var, həm də anam yaşlı olduğuna görə onlara baxa bilməyəcəkdi. Xəstəxanada olanda bütün evi yığdım, yeməkləri hazırladım. Bir həftə sonra qəfildən gəlinin ögey xalası qızı dedi ki, mən də gəlirəm. Gəlin əvvəldən istəməsə də anası da anladı ki, ürəyindən keçirsə qoy gəlsin. Gəlinimiz də çox saftirik qızdı. Bu qız gələn kimi gözü qardaşımda olduğunu anladım. Açıq dar perjamma, ipək geyimlə, hamam xalatı ilə evdə gəzmək. Qardaşım özü də irad bildirirdi. Mənə dedi ki, başa sal, belə gəzməsin. Qıza dedim ki, mən qardaşımın yanında hamam xalatı, perjamma geyinmirəm. Yaxşı deyil, qardaşımın 35 yaşı var. Uşaqlıqdan elə bir 70 yaşlı kişidir. Yoldaşını da sevir. Gecə yuxuda bir şey istəsə durub gedib alacaq. Bu qız gah onların yataq otağına girir, gah da qardaşımın paltarlarını ütüləyir. Süfrədə yemək yediyimiz yer. Görəcəksən ütü fərqini. Özü başqa duxu istifadə edirdi. İndi gəlinin duxusunu istifadə edir. Neçə dəfə əlini tutmağa çalışır. Qardaşım da hər dəfə getsin deyəndə gəlin inciyir. Qardaşım da 40-ı çıxsın qovacam deyir. Səhər də rəfiqələrimi çağıracam deyir. Qızın anası da bacı yadigarımdır. Açıb danışa da bilmirəm.